Axır zamanda Cənub padşahı onunla çəkişəcək. Şimal padşahı cəng arabalarıyla, atlılarla, çoxlu gəmilərlə onun üstünə şığıyacaq. O ölkələrə girəcək, sel kimi onları basacaq. O həmçinin dilbər ölkəyə girəcək və çoxlu məmləkətlər yıxılacaq. Amma Ədum, Muab və Əmunilərin əsas qismi onun əlindən qurtulacaq. O əlini hey məmləkətlərə qarşı uzadacaq. Misir ölkəsi də canını qurtara bilməyəcək. Misirin qızıl, gümüş xəzinələri və bütün sərvəti onun ixtiyarında olacaq. Liviyalılar və Həbəşlər onun izləri ilə gedəcəklər. Lakin şərqdən və şimaldan gələn xəbərlər onu narahat edəcək və o çoxlarını qırıb məhv etmək üçün şiddətli qəzəblə qalxacaq. Öz padşah çadırlarını böyük dənizlə dilbər diyardakı müqəddəs dağ arasında quracaq. Ancaq aqibəti çatacaq və dadına yetişən olmayacaq.